Necəsən? Şükür, sən necəsən? Nə var, nə yox, vəziyyət? Yaxşıyam. Sağ olasın. Bir balaca kefim pozuldu, Bavariya uduzdu. Bir necə uduzdu əslində uduzmaq kimi. Yəni orada iki cür apava var idi. Mən görürdüm məsəl üçün Kimix mətbuat nümayəndələrinə müsahibə verəndə gülümsəyirdi. Kompaniya özü məsəl üçün danışırdı, deyirdi ki, yəni biz 5-2 hesab olanda deyir, çox belə deyir, həyəcanlanırdım. Amma 5-4-dən sonra deyir, biz sanki 1-0 uduzmuş kimiyik. Alyansda da deyir, hər şey əlilmək olar. Belə uduzdu, yəni şey uduzmaq kimidir. Bu razqroma bənzəmir də. Əslində razqrom ola bilərdi darmadağın, çünki hər şey ona gedirdi. 5 kilonda mən dedim ki, məsələ həll olundu da, yəni. 4-2 olanda deyirdim ki, bir dənə Bavariya qol vursun. Yəni bu oyun onsuz da belə gedir ki, vur-vurum prinsipidir. Bəlkə də indi mən adlarını unuda bilərəm, bir dənə döyüş var idi. Yaponla bir abışlı bir-birlərin başlarına vurur. Bildim elə bir. Ancaq vurulan müdafiə 0. Deyirdim ki, bir dənə 4-3 elə, yəni ümumi oyun bitsə, yəni 1-0-la, sən geri dönsən şeydən Parisdən 1-0-la okeydir. Bir dənə də buraxdılar, oldu 5-2. 5 olanda mən dedim artıq qutardı da, yəni bu psixoloji bir nokautdur. Dedim ki, bir dənə 3 gol böyük bir fərqlidir. Qaytarmaq, geri dönüş etmək çətin olacaq. Plus da ki, oyun davam eləyir. Bavariya belə bir vəziyyətdə 6-cısı da gələ bilər, 7-cisi də gələ bilər. Amma qayıtdılar. Çox komanda da sınardı, bax o moment. Yəni qayıtdılar. Bavariya qalxdı, ayağa qalxdı. Qalxdı, döyüşdü. Düzdür, 5-5 də ola bilərdi. 5-5 də ola bilər. Axırıncı dəqiqələrdə nəsə yaradıb sadəcə olaraq. Kimixin də bir dənə başla vurduğu zərbə var idi, çıxartdılar orada. Var idi, amma olan oldu nəysə. İstəyirəm gəl başlayaq Atletikodan, Atletiko Arsenaldan. Sonra lülə kebabı saxlayarıq. Axıra, lülə kebab axıra qalsın. Qoy biraz da qızsın o öz bu iş. Ay sağ ol. Keçək Atletiko Arsenal oyununa. Tam kontrastdır da. Yəni bu bir tərəfdə sənə görə belə möhtəşəm oyun görsən. Sən kimlər üçün möhtəşəmdir, kimlər üçün yox. Andri bir tərəfdən demişdi ki, deyir, belə deyir, maraqlı oyun istədik, gəl bu da oyun. Digər tərəfdən də danlamışdı ki, müdafiə demək olar ki, yox idi. Demişdi futbol ölüb, amma biz bu oyunda gördük ki, yox, ölməyib futbol. Sonra da amma dedi ki, yəni belə baxırıq oyuna, bu oyunda yəni deyir, strateji mübarizə yox idi. Bu oyunda ancaq hücum mübarizəsi var. Atletico Madrid Arsenal oyunda isə, yəni mən məsəl üçün oyuna baxdım və başa düşdüm ki, çox darıxdırıcı gəldi mənə. Oyun çox darıxdırıcı gəldi. Hər iki komanda sanki yəni top əllərinə düşən kimi tez itirirdilər, nə eləcəklərini bilmirdilər. İki komandanın ikisinin də meydana çıxanda ideologiyası bəlli deyildi. Mən əslində Atletico'nun qələbəsini gözləyirdim. Yəni minimal hesablı qələbəsini 2-1 ya 1-0. 1-1 oldu. Axırıncı bizim podkastımızda demişdim ki, biz Atletico'nun bir balaca şanslı görürəm. 55-in 45-ə Atletico'nu görürəm. Bir şərtlə ki, düz onu qeyd eləmədim orada. Bir şərtlə ki, Atletico gərək qələbə qazanardı. Amma heçəsi oldu. Mən burada bir şey də qeyd edeyim. Bilmirəm sən fikir verdin yoxsa yox. Arsenala nisbətən Atletico'nun heyəti bir balaca necə deyirlər, büdcətlidir də, zəifdir. Hardasa bir yığcam heyəti var. Və o heyətlə Atletico çox layiqli oyun göstərdi. Hamı Atletico'nu belə yıxıb sürüyür ki, Atletico oynaya bilmir, amma Atletico döyüşürdü. Yəni nəsə istəyirdi, nəsə yaratmaq istəyirdi. Yəni səy göstərirdi ki, nəsə eləsin, yaratsın. Düz alınmırdı, çünki Arsenalın müdafiəsi bu sezon çox yaxşıdır. Amma Atletico'nun biz deyənmərik ki, yəni futbol oynamır, oynayır. Çalışın. Lukmanın momenti var idi. Sonra Lorente yaxşı oyunçudur, mən onu qeyd eləyərdim. Ruggeri çox yaxşı sağ bəkdir. Sonra nə idi onun adı? Amma hücumda mən istəyirdim məsələn Atletico. Görürsən ki, yəni büdcə ilə gedir, ruh var, amma orada ən çox keçən oyunlarda da elədiyi kimi Griezmannın bir toxunuşla pasları var idi. Griezmann da yaxşı idi. Griezmann bir toxunuşla bir qəşəng pas verdi. Gedib Lukman kimə pas verəcəkdi? Yəni sola pas verib mövqe atacağı zamanda sağa ötürür, qarışıqlığa və ya geriyə ötürür. Yəni gedib çıxırlar Arsenalın cərimə meydançasına çatırlar. Özü də ki əks hücumda. Gəlib orada da bir şey eləyə bilmirlərsə, sən artıq düşünürsən ki, komandada ideologiya yoxdur. Hücumun son fazasında artıq hücum dayanır da, boğulur hücum. Bu da futbolçuların fərdi ustalığından asılıdır. Və IQ-dən mən deyirəm. Yəni demirəm, yəni Griezmann IQ-su yoxdur, demirəm Lukman IQ-su yoxdur. Bəlkə də futbolçu kimi onların məndən də daha çox IQ-ləri var. Sadəcə yəni biz bəlkə də səhvimiz onda oldu ki, bir gün öncə biz belə bir maç gördük. O wingerlərin dribelləri, wingerlərin
tək özlərlərinə yox, komanda ilə necə paslaşdıqlarını gördük. Və növbəti gün elə bir oyun görürük Arsenal'la Atletico'da. Gəlib hücumda çatırsan, məsələn, Arsenal dedin ki, yaxşı müdafiəsi var, düzdür. Bir var ki, sən gəlirsən qapı qarşısında topu sağa, sola ötürmələrlə epizod axtarsan. Bir də var ki, epizod sənə düşüb. Bu qurban olduğum sənə bu payı verib. Sən də gəlmisən əks hücumda üçün-üçə mübarizə aparsan. Bir pasla sən müdafiəni kəsə bilərsən. Yenidən geri ötürürsən, fırlanırsan, dolmasını gözləyirsən müdafiənin. Əslində Atletico uduzmaması bir tərəfdən müsbətdir. Çünki Arsenal bu oyunu udmalı idi. Yəni bu heyətlə, bu heyətin qiyməti ilə. Yəni zarafat deyil, sənin heyətində Declan Rice kimi 8 nömrən var, sənin heyətində Odegaard'ın var, nə bilim, Sakan var. Saka sonra girdi, ehtiyatdan girdi. Amma müdafiə xətti mən deyərdim ki, ən yaxşı müdafiə xəttidir. Orta xətt Gyökeres, mən yenə də Gyökeres'i hələ ki hazır görmürəm ki, böyük klubda oynasın. Bəlkə də onun yeri hələ ki, belə də orta səviyyəli klublara aid ola bilər də, tutalım, nə bilim. Sabah, nə bilim. Yox, Sabah da. Gəl zirəyə. O qədər yox. Galatasaray deməzdim, amma yenə də belə də Leipzig, nə bilim, Dortmund, belə Arsenalda Premier Lig birdən-birə oraya gəldi. Plus da ki, mən bilmirəm, fikir vermirsən yoxsa yox. Gyökeres çox ağır oyunçudur. Yəni ki 150 kilo vesi var. Yəni elə müdafiəçinin arada 1-2 metr fərqi var. Yenə də topa çatamır. Sən nə edir? Biraz işlədə bunun üzərində də. Yəni sən sezon əvvəlindən bunu inkişaf etdirməlisən də. Özü də hündür boyda 1.90 boyu var. Amma yenə də ağırdır. Çox ağırdır. Hiss olunur ki, yəni hücumçusu kimi mənə görə hücumçu sürətli olmalıdır. Sürəti aşağı olan hücumçu zəifdir mənə görə. Yəni ən yaxşı hücumçuların sürəti yüksəkdir. Amma sürəti aşağı olmuş o qədər hücumçular var. Yəni tarixdən yadıma düşür də. Baxdığımız retro oyunçulardan da var idi ki, hansı ki super sürətə sahib deyildilər, amma bir hücumçu IQ-su da olmalıdır. Gyökeres'in əlinə elə momentlər düşdü ki, birinci hissənin sonları idi yanılmıramsa. Topu aldı, sol küncə bayrağa tərəf qaçdı. Gyökeres'in nə texnikası var, yəni driblingi var, nə sürəti var. Sən oyunçudan nə sıyrıla biləcəksən, nə də oyunçunu aldadıb dribl eləyib sıyrıla biləcəksən. Yəni sürətlə də yox, dribllə də yox. Bir pas vergənində görsən üstünə bir iki oyunçu gəlib, bunları qap, orada bir mövqe boşalsın, ora pas verdi. Heç nə eləmədi, topu itirdi. IQ-su da yəni o deyil, elə bir. Plus wingerlər də zəifdir. Martinelli'dir, Madueke'dir, çox ləngidilər. Yəni hücumu ləngidirlər konkret. Top çıxır, cinahlardadır da oyun gedir. Məsəl üçün Declan Rice ötürmə eləyir Madueke'yə. Top qalır onda nağı da qaldı, arxaya ötürür. Martinelli girir içərdən fırlanır, gedir bu tərəfə. Yəni Gyökeres məcburdur ki, geriyə çəkilsin. Əslində Gyökeres'i məntiqli olaraq istifadə edə bilərlər. Boy 1.90-dır da. Bunu qaldırım kəlləliyib oynasın da bu da. Başdan oynasın. False nine-dan oynaya bilərdi o. False nine-dan sonra sıçrayıb gələ bilərdi mərkəzə doğru. Mərkəzdəkilərin başı qarışdığı müddətdə. Elə hündür də boyun var, vurardı. Düzdür, Arsenal bu sezon çox az gol buraxıb. Yəni Çempionlar Liqasında 6 gol buraxıb, Premier Liqada 26 gol. Yəni bu əslində möhtəşəm bir nəticədir. Amma hücumda da sən gol vurmalısan. Yəni Yaşar Nuri'nin o dediyi bir populyar kəlmə Nossun. Nossun. Yəni sən 6 gol buraxmısan, amma yəni vurduğun qollar da möhtəşəm ola, yəni sayı çox ola. Deyərsən ki, sən buraxmırsan, yəni bir vaqonla da gol vurursan, deyirsən ki, sənə qarşı oynamaq çox çətindir. Mənə görə Arteta bu sezondan sonra getməlidir. Çünki artıq sistem böhranı var, yəni oyun böhranı var. Bilmir bunlar nə oynayırlar. Çünki mən oyuna baxırdım. Mən Atletico'nun o heyətinə görə, o kapasitesinə görə mən məntiqli oyun görürdüm. Mən Arsenal'a baxıram, bir köpüklü belə deyim, oyun yox idi deyəsən. Arteta orada bir dəyişiklik elədi. Odegaard'ı çıxarıb Ezen saldı. Ezenin rolu nə idi? Nədir? Mən biraz baxdım ki, hücuma meyllidir, yəni hücumçudur. Gözləyirdim ki, bu indi başqalarının bayaqdan da eləmədiyi bir hücumu artıracaq, kəsərli bir aradan qaçışlar olacaq bəlkə. Nə deyəcək? Yəni penalti qazanmaq, o bir penalti qazandı. Epizoda baxdılar, ona penalti vermədilər. İndi o da bir buraxıram izləyicilərin umuduna da bir yazın, siz də düşünürsünüz penalti yoxsa yox. Bu Arteta hələ karyerası ərzində Arsene Wengerlə işləyib. Pep Guardiola'nın assistenti olub. Sən bu adamlardan bir şey öyrənə bilməmisən, nə bilim.
Sən necə olur ki, sən bu cür dahi məşqçilərlə işləmirsən, bir şey qazanmamısan bunlarda. Mən ona görə fikirləşirəm ki, belə keçən dəfə də biz yəni verilişdən öncə bir balaca danışdıq, bu müzakirə bir polemikamız oldu bizim düşmətdə və çəkilişə. Mən düşünürəm ki, məsələn, Arsenal bütün mövsüm boyu gəlib lider kimi, amma lider kimi oynamır. Arsenal çempion kimi oynamır. Arsenal azarkeşləri başa düşürəm. Hər bir komandanın azarkeşi istəyir ki, yəni deyir, istəyir bir dənə qol vursun, getsin çempion olsun. Mənə. Hər kəs istəyir. Özü uzun müddət çempion olmamış, uzun müddət də çempion ola bilməyən bir komanda azarkeşi əlbəttə istəyir. Amma çempion da olmaq istəyirsənsə, səndə o ruh olmalıdır da. Əlbəttə. Sən mövsümün əvvəlində babat xal qopara biləcəyin komandalardan babat da xal qopartmalıydın. Orta səviyyəli komandalara qarşı çox ciddi oynamalıydın. Sən burada xal itirirsən, nə bilim gedirsən Wolverhamptondan xal itirirsən. İkinci yarısında çox itirdi. Ən çox ikinci yarıda başlayandan çox xal itirdi Premyer Liqada və indi şans var ki, sonuncu dəfə 2006-cı ildə çıxmışlar. Yəni 21 ildən sonra Çempionlar Liqasının finalına çıxsınlar. Çox yaxşı şans düşüb Arsenal əlinə, çox. Yəni Çempionlar Liqasının finalına çıxması, yəni aydın məsələdir, finalda favorit olmayacaq, amma yenə də futbol oyundur, oyunun da əsası mübarizədir. Yəni hər şey ola bilər. Yəni futbol tarixində də, ümumiyyətlə idman tarixində də görmüşük ki, sürprizlər olub, sensasiyon nəticələr olub. Oyundur, nəsə ola bilər. Yəni bütün gücün toparlasa, yəni necə deyirlər, bütün full concentrationla belə oynasalar, Atletico-nu udmalıdırlar. Atletico düzdür, mübarizəsi var, ruhiyyəsi var, plus Julian Alvarez kimi möhtəşəm oyunçusu var. Mən düşünürəm ki, Julian'dır o, yoxsa Julian'dır? Julian da deyirlər, Julian deyirlər. Julian da deyə bilər. Julio Cesar Guerrero. Julian. Nə bilim, mən Julian deyirəm. Olsun Julian, belə böyük bir fərq yoxdur. Yəni o əslində çox yaxşı oyunçudur. Mən hiss olunur ki, komandanın lideridir. Yəni düz kapitan deyil, amma komandanın lideri, daşıyır komandanı konkret. Yəni o oyunçu ilə bəlkə də nəsə eləmək olar. Amma yenə də mən düşünmürəm ki, Atletico keçsin. Atletico şans 30% şans verərəm mən. Çünki Arsenal öz meydanda yaxşı oynayır və bu cür şans düşüb əlinə. Yəni bir dənə vurmaq çox çətin olmayacaq. Mən nədənsə indi düzdür, verilişin sonunda biz proqnozlarımızı verərik. Mən nədənsə Atletico'nun hücumu və Atletico nə elədiyi bilinir. Oynamağa imkan vermir, düzdür, amma əks hücuma keçir. Əks hücuma keçir və əks hücuma da sürətli keçir. Əks hücuma necə keçmək lazımdır? Yəni sən boğmamalısan. Sadəcə sonda finallaşdıra bilmirdi, yəni sonlandıra bilmirdi öz hücumunu. Biraz onun üstündə gələn oyuna qədər düşünsə, mənə elə gəlir ki, növbəti oyunda Atletico Madrid rahatlıqla verməyəcək qələbəni Arsenala. Hətta mən düşünürəm ki, birinci hesabı Atletico Madrid də aça bilər. Yəni əks hücumda tuta bilər Arsenalı. Nədənsə mən bu oyuna da baxdım. Gələn oyunda da belə gözləntim odur ki, ola bilər ki, məsələn Arsenal vursun, sonra Atletico açılsın bax bu oyundakı kimi. Açılmamışdı. Arsenal bir qolundan sonra oyun başladı biraz sürətlənməyə. Gələn oyunda ola bilsin belə olsun və nədənsə mənə elə gəlir ki, oyun penaltilərə gedəcək. Yəni biz yarın finallarda bu oyunda penaltiləri görəcəyik. Atletico'nun oyununda müsbət tərəf nədir? Əks həmlələrdə yaxşı oynayır, perixvatlarda. Yəni rəqib hücuma keçir və mübarizələrdə topu yaxşı alırlar və komanda cinahlardan o Llorente qaçır, buradan ortadan Griezmann, Lukman keçidləri olur, açıq prostranstvo idi, məkana açılır. Yəni bu barədə çox yaxşıdır. Yəni bu barədə çox təhlükəlidir. Yəni elə oynamalısan ki, yəni bizə top vermə də. Bizə top versən biz cəzalandıra bilərik. Atletico-nu göstərir. Bu da onun əsas silahı. Plus orta blokda topu çox saxlayanda istərsəməz Atletico topu alır. Yəni top orta sahədə çox qalmamalıdır. Orta belə mərkəz dairəsini o hissədə çox qalanda ikinci üçlük deyirlər, hə. Orada qalanda itirir topu. Məsələn, Arsenal hələ orta xətti bu cür güclüdür. Yəni Zubimendisi var, Declan Rice, Odegaard. Hələ oyunla belə Arsenal çox çətinliklə saxlayır topu mərkəzdə. Məcbur olur atsın ya Madueke ya da nədir, Martinelli. Mən düşünürəm ki, Trossard qayıtmasa çox çətin olacaq. Trossard doğrudan da mən bilmirəm. Yaşını baxırsan sən bu adamın bəlkə də 45 yaşı var da, Trossard. Saçı ağdı ona görə. Saçı ağarı. Qocalı bir Arsenal'da adamı. Əslində adamı Manchester qocaltmalı idi. Arsenal da qocaldı. Arsenal udmalıdır. Yəni belə bir şans
bir də ələ düşə bilməz bəlkə. Arsenal da biraz haça-paça qalıb. Yəni hələ bir 5 dəqiqəmizdə var Arsenal barədə. Sezonun sonunda Artetanı göndərmək lazımdır. Yəni belə futbol oynamazlar. Yəni sən belə heyətlə oynaya bilməsən bu cür futbol. Dediyim bir Arsenal biraz haça-paça qalıb. Yəni qərarlaşmalıdır. Buna Premier Liqa lazımdır, yoxsa Çempionlar Liqası lazımdır. Hər ikisi onun üçün çox çətin gəlir. Arsenal bu dəqiqə elə oynayır ki, onun üçün hər iki oyun çətin gəlir. Məsələn, Liverpool çempion olanda elə deyildi onun üçün. Və yaxud da ki, City çempionluğu götürəndə hər iki turnirdə onun üçün elə deyildi. Elə gəlmirdi. O qədər çətin gəlmirdi. Bacardı, olardı elədi. Keçib danışa bilərik PSG Bavariya oyunundan. Keçək PSG. Lülə kebabdan pişib tərcüməz. Hazır, keçək. Quyruğu da pişib bunun. Mən düzün desəm belə bir hesab gözləmirdim. Mən HTC demişdim. TikTok səhifəmdə paylaşmışdım. 2-2 gözləyirdim. Məsələn 1-1 ya 2-2 gözləyirdim. Ya da qələbə də olsa, yəni maksimum orada 3-2 belə hesab gözləyirdim, amma 5-4 gözləmirdim. Çünki istər-istəməz birinci PSG 4 gol buraxan komanda deyil. Bavariyada ki 5 gol buraxan komanda deyil. Nə vaxt buraxıb? Yəni yadımda bir dənə odur ki, Reala 4-0 uduzmuşdu 2014-də. Ondan sonra 4 gol heç buraxmayıb Bavariya. Amma burada bax belə bir momentlər var. Birinci moment o idi ki, məsələn, deyirik Bavariya 5 gol buraxan komanda deyil. Bavariyanın qapıçısı həmin oyunda Neuer, nə qədər çox istəsəm də həmin oyunda Neuer demək olar ki, yox idi. Kvaratskhelia birinci keçidində vurduğu top, Neuer, yəni biz Donnarumma bir yadıma gəlir, qınıyırdıq. Təkbətəkə qaldı. Donnarumma kimdən buraxmışdı topu? Hansı oyunu deyirsən? City mərhələni keçə bilmədi onu. Real, Valverde vurmuşdu yanılmaz sonra o topu. Donnarumma yəni çıxış elədi Valverdeyə qarşı. O da düzü təkbətəkə də Donnarumma son anda əlini çəkdi kənara. Neuer də burada qapının bir küncünə tullanır. Yəni bəlkə bizim üçün görmək rahatdır. Cənab zati ailələri, Herr Neuer. Bəlkə sənin üçün çətindir orada bilmirəm də, amma sən bucağı kiçiltmişdin, daraltmışdın bucağı. Son anda əlini qatlayıb belə yıxılanda elə sən əlinin qatlandığı yerdən top getdi. Məncə o qapını itirmişdi. Elə bilirdi ki, bayıra çıxacaq top. Sadəcə olaraq top artıq gedəndə gördü ki, qapıya gedir. Və 5-ci topda da bayır itirmişdi, qapını itirmişdi o. Dembelenin şeydən vurduğu. Da topa belə baxdı, gördü. Bu yaxın küncdür. Yəni Neuerə də öyrətmək lazım deyil ki, qapıçı yaxın küncdən gələn topları çıxardamayacaqdı məncə. Yaxın küncə, yəni ayağını da qabağa qoysaydı çıxardardı. Yaxın künc ümumiyyətlə qapıçı üçün belə şeydə tabudur da, yəni bu birinci standart sənin üçün. Ola bilər ki, uzaq küncə vursunlar, sən çatmayasan, ya sən səhv tullanasan, orada heç kəs sənə deyən deyil. Yaxın küncə mən əminəm ki, orada bu dəqiqə qapıçı məşqçisi bir balaca ona atata eləyib. Mən bu oyunun düzdür, hamı görünən tərəfi də var, görünməyən tərəfi də var. Görünən tərəfi hamı gördü, hamı tərifli, möhtəşəm. Görünməyən tərəfi bilsən nə idi? Hər iki komanda bu ssenariyə hazır değildi. Oyunun bu gedişatına hazır değildi. PSG elə bir komandadır ki, öz oyunu diktə eləyir. Yəni ki, biz öz oyunumuzu oynuruq. Siz bizə uyğunlaşın. Siz elə oynayın ki, bizim oyunumuzu saxlayasınız. Amma bu oyunda Bavariya elə oyun apardı ki, məcbur elədi ki, oyun gedişatında PSG dəyişilsin. Yəni öz oyunu rəqibə sıraya bilən komandadır, amma bu dəfə elə olmadı. PSG məcbur oldu ki, tam başqa bir oyun aparsın. Çünki oyuna başlayanda Bavariya necə başladı? Çox enerjili, belə topu saxlayır, sağ-sol işləyir, boşum paslaşma, kombinasiyalar belə. Yəni müdafiə az qala dağılırdı da. Yəni, birinci goldan sonra bir dənə moment oldu. Olise'nin vurduğu qapçı qaytardı, dəydi dirəyə. Yox, pas verdi Kane. Təkbətəyə çıxartdı sanki. Hə, Olise vurdu o zərbəni. O qaytardı. Qapçı da o momenti vura bilərdi, üstündən ata bilərdi, keçib vura bilərdi. Yəni ideyalar çox idi. Bizdə orada biraz təcrübəsizlik oldu. Olise o momentdə yəni düzdür vurdu, amma mərkəzə ötürmə də elə bilərdi. Desən Diaz gözləyirdi ortada. Özü də vura bilərdi. Vurdu, yaxşı ayağının arasında ilişdi, qaldı top. Nəysə. Yəni həmin gedişata PSG hazır deyildi. PSG gözləmirdi ki, belə olsun və ikinci hissədə 5-2 olanda da PSG gözləmirdi ki, oyun ikinci hissə başlayacaq. Biz 2 dənə də vururuq. 5-2. Yəni bastırmışıq bunları. Bunlar üçüncüdə bir dənə də vururuq. 6-2 məsələ həllini tapdı da, qurtardı getdi. Və Bavariyada 2-2 oldu. Birinci time axırında penalti epizodundan danışarıq. Razdivalkaya hesab 2-3 getdilər də, 2-2 gedə bilərdilər. Lakin okey, heç olmaz. İndi girəcəyik, ikinci time-a başlayacağıq, yaxşı olacaq. İkinci time-a başlayan kimi 4-2, 5-2. Komanda sönüb də.
Yəni o anda dedim ki, yəni bitdi də. Yəni mən optimist azərkeşlərdənəm. Mən gözləmirdim ki, yəni qutardı, məsələ həllini tapdı, PSG finalı keçəcək. Qutardı, getdi. Birdən-birə oyun yavaş-yavaş elə bil ki, o dirildi də, ayağa qalxdı. Yatmadı, ölmədi. Durdu, döyüşdü. Yəni mən deyərdim ki, bu necə deyirlər, düzdür. 5-5 olsaydı lap qəşəng olardı, amma Bavariyanın bu geri dönüşü ki var, bu çox möhtəşəm idi. O artıq comeback idi. Mənə elə gəlir ki, sürüşkən hesab həmişə çox təhlükəlidir. Bavariya da yəni onu doğru elədi. 5-3 eləsəydi bəlkə çox çətin olardı. 5-2-də qalsaydı növbəti oyuna çox çətin olacaqdı. 5-4-ə gətirib çıxartmaq mənim gözümdə elə 5-5 eləmək kimi bir şeydir. 3 qolluq fərq çox böyükdür. 2 qolluq fərq də böyükdür. Amma 1 qolluq fərq, yəni o deməkdir ki, hər şey ola bilər. Yəni belə deyək də Bavariya öz şansını saxlayır və Bavariya finala keçə bilər. Mən düşünürəm keçə bilər, amma yenə də birinci oyundakı səhvlər buraxmamalıdır. Mən Real Bavariya ilə məsələn 1 qolluq fərqlə gəlmişdi. Düzdür. Bir qol vuran kimi, oyun başlayan kimi vuran kimi Realda gördünüz o ruhu. Necə yəni mən əminəm ki, azarkeşlərdə də bir bu qığılcım var idi ki, biz artıq durumu, status quo-nu əldə elədik. Bundan sonra yəni vurduğumuz hər qol bizi qələbəyə aparır. Yəni, sürüşkən hesabda bir balaca o durum var. Və Pavloviçi də qeyd eləyərdi. Ya Pavloviç yaxşı oynadı. Yəni çox iş görürdü, dəhşət. Upamecano, mən deyərdim ki, bu sezonun ən yaxşı müdafiəçisidir. Hə. Upamecano məncə bax, kompaniyanın artıq ikinci ildir təlimatı altında. Upamecano çox dəyişib. Upamecano Tuchel'in də idarəsində, ondan əvvəl Flick'in də Nagelsmann idarəsində idi. Nagelsmannın və Tuchel'in idarəsində mən baxırdım, dedim, Fransa millisində Upamecano laydı vardı. Gəlib Bavariyada elə bir səhvlər eləyir, elə boş ayağı elə boş olurdu yerində də, sanki topa dayaq kimi durmurdu da ayağı. Sanki bir möhkəm deyil ayağı, sanki belə yumşaqdır, pambıqdandır. Amma indi məsələn Vinicius'dan aldığı topları, sonra şeyə qarşı oyunda elə PSG-yə qarşı oyunda da nə qədər moment oldu, epizod oldu. Kvaradan da nə qədər top uğurlamışdı. Çox yaxşı oynayır. Tana ilə Upamecano gözəl tandemdilər. Ta biraz ağırdı. Aydı məsələn 1.95 boyu var. Yəni sürəti aşağıdır. Amma Stanisic qeyd etmək istəyirəm. Stanic çox zəif oynadı. Bilmirəm niyə görə Laimeri buraxmadı oyuna. Yəni solda, sağda daha doğrusu sağda Laimer oynamalı idi ki, yəni heç olmasa nə səsin Stanic çatdıranmırdı. Kvaratskhelia ilə sürüyürdü onu konkret. Və çox yaxşı elədi ki, ikinci taymda Laimeri buraxdı. Laimeri buraxmasaydı bəlkə də gələcəkdi qol. Aslında Laimeri bir sən hara buraxdı? Mənə biraz qəribə gəldi o. Laimeri buraxdı, ya saldı. Stanic üçün yerinə yox. Birinci taymı çox əla oynamış Davisin yerinə. Mənə elə gəlir ki, orada bir strategiya vardı və onun mən dedim, keçən dəfə də Real'la oyunda dedim ki, Bavariya rəqiblərini yorur. Yəni bu PSG-nin ikinci oyunda da o gözləyir. PSG birinci oyununda, oyunun sonunda özü deyirsən 5-5 ola bilər deyə hesab. Hesab 5-4 olanda baxıb görsən ki, bu komandanın qızışıb gözlərinə qan gəlib, o akul olur, qan iyi hiss eləmiş. Yəni bu komanda qarşı maksimum ehtiyatlı ola biləcəyin durumda məcbur olub Enrique Kvaratskhelia'nı oyundan çıxartmalı olur. Desire Doué'ni oyundan çıxartmalı olur. Nə üçün? Yenə deyirəm, bizim üçün sadə əvəzləməyə bənzəyir. Amma Bavariya həqiqətən rəqiblərini yorur və istəmirdi ki, Enrique hakiminin başına gələn Kvaratskhelia'nın başına gəlsin. Və ya da ki, Doué'nin başına gəlsin. Bax, Laimer'in girişi şeydən Davis'in çıxıb Laimer'in girişi ona məncə hədəflənmişdi. Davis çox sürətlidir və bunu həmin o cinahda oynayan hakimi də bilir. Ona görə cəld sprintlər yox idi orada. Çünki sən bacara bilmirsən. Artıq yarı yolda kəsir səni Davis, götürür. Adborlar da yaxşıdır, yəni Davis qayıdıb. Amma Laimer o sürəti vəd vermir sənə deyənə. Həm hakimi, həm də o cinahda onlarda Doué oynayırdı da. Hər ikisi başladılar daha aktiv hücuma keçməyə o cinahdan. Bir müddət gördün, çox sürətli oyunlar almışdı. Və bu məqsəd yönlü idi ki, o cinah çox işləsin və yorulsun. Sonda da Laimer biraz sağ-sol oynayanda hakimi zədələndi və cavab oyunda oynamayacaq. Cavab oyununu buraxacaq. Laimerin bir dənə də üstünlüyü var. Bunu mu istəyirdiniz yəni? Laimerin bir dənə də üstünlüyü var. Laimer amplo olaraq yarım müdafiəçidə 6 nömrədir. Sadəcə onu çevirdilər, elədilər sol bek ya da sağ. Avstriya millisində 6 oynayır. Və Bavariya hücumda olanda Laimer fikir vermisən yoxsa yox, nə deyirlər ona? 8 nömrə kimi oynayır? Dispatcher rolunda oynayır ki, yəni
tempi saxlasın da. Məsələn, top geri qayıdır, ötürmələr, Adna Kasani bir ötürmələrdə də, yəni birə-bir vəziyyətlərdə bir toxunuşda ötürmələr, plus mübarizələrdə də yaxşıdır. Yəni nə qədər çox yaxşıdır. Top alması var. Laimer bir 6 nömrə dedin ha, bir 8 nömrə 6 nömrədə oynayan oyunçu üçün sanki belə bizim o Lamdan gözlədiyimiz şey vardı. Lam əvvəllər cinah müdafiəçisi idi. Həm sağ həm sol oynayırdı. Guardiola vaxtında bir balaca upgrade almışdı da, irəliləmişdi, gəldi, dayaqda başladı oynamağa. Laimer artıq onun hazır variantıdır. Elə bir ki, dayaqdır, ürəyin istəyəndə sən onu oynada bilirsən sağda, solda. Gözəl də top alma qabiliyyəti var. Bavariyanın üstünlüyü ondadır ki, Bavariyanın futbolçuları çox funksional oyunçulardır. Yəni Kane'i götürək, Luis Diaz'ı, Oliseni. Yəni Olise winger kimi oynayır, amma bir də görürsən ki 11 nömrə kimi oynayır. Bir də görürsən çəkilir 10 nömrə kimi oynayır. Kane çəkilir 10 nömrə. Görün necə pas verdi Luçoya. Elə atdı gəlir ki Pirlo-da bu adam. Ay sol. Yəni hərdən oturub düşünürəm, amma bu ifadəni burada deyirəm. Bavariya Çempionlar Liqasını götürsə, hətta mən deyirəm Bavariya Çempionlar Liqasının finalına çıxsa belə artıq məncə Kane qızıl topu almalıdır. Yəni bu oyunçu, sən Pirlo-la gözəl müqayisə gətirdin. Bu oyunçu Beckham kimi, Pirlo kimi meydanın bir başından digər başına dəqiq paslar verir. Yəni buna vermədilər pası. Bu komandanı o paslarla təmin eləyir. Sonra bu komandanın müdafiəsində gəlib vacib rol oynayır. Yəni sən komandalar əks hücuma keçəndə Bavariyaya qarşı gəlib görsən ki, müdafiədə Kane yanı belə orada. Bir də orada bir epizod oldu. Gəlib hücumda yıxdılar Kane'i. Düşdü. Yıxıldı, yerə qalxdı. Üstü yerə düşdü. Top da ayaqlarının arasına qalxdı da. Driblingi o qədər yoxdur Kane'in. Yəni Kane dribler deyil. Qalxdı da, topu heç kəsə vermədi də. Topu əksinə pas da verdi də. Yəni baxsan Kane ödənilmiş 95 milyon plus 5 milyonun hər sentini ödəyir. Kane o belə gəlir üzü kürək rəqib komandaya qapısı tərəf olanda bir dənə belə fırladır. Diagonal ötürmələri, sağ cinaha, Oliseyə bu tərəfdən fırladır. Bu da onun üstünlüyüdür. Yəni müasir 9 nömrə mənə görə Kane kimi oynamalıdır. Yəni sən otur gözlə, atım mən vurum. Elə olmamalıdır artıq. Artıq o dövr getdi. Komandaya da çox gözəl nümunədir Kane. Yəni yaşlıdır Kane. 30 neçə yaşı vardı? 32-dir onda desən neçədir? 33 olmalıdır. 33-dür. 30 ya 32 belə. Yəni o bu baxanda komandada nümunələr kimlərdir? Neuer'dir, Kane'dir və Pavlovic baxıb kimdən nümunə götürməlidir. Yəni hücuma keçməliyik. Gəl də mən gedirəm, sən də gəl. Müdafiə keçməliyik. Mən gedirəmsə, sən də gəl. Bunu da bir kapitan kimi. Bu oyun sisteminin bir hissəsidir də. Yəni Kane çəkilir geriyə. Kane'in yerində olacaq Olise ya da Luis Diaz. Məsələn, Gnabry olanda Gnabry çox vacib bir element idi. Kane çəkiləndə Gnabry olurdu 9 nömrə kimi. Misal üçün Pavlovic qabağa gedir, Laimer gəlir onun yerində dayanır. Kimmich gedir qabağa, misal üçün kimsə geriyə çəkilir. Yəni bütün oyunçular meydan boyu fırlanırlar. Hətta bir dənə moment da oldu. Luis Diaz gəldi, Olise'nin yanındaydı. Topla qaça-qaça gəldi. Orada hamını o aldadmışdı, aldada gəldi, keçdi. Gəldi bu tərəfdə görsən, Luis Diaz sağ tərəfdə. Diaz həmin oyunda, biz məsəl üçün biraz da media çox fırlanır Olise'nin ətrafında. O fransızdır, oynadı Nuno Mendes'e qarşı, orada bir battle gedirdi. Nuno Mendes də tərəfi. Biz bayaqdan PSG Bavariyanı tərəfləyirik. Nuno Mendes çox gözəl oynadı. Bu mövsümü əla oynamış Olise'yə qarşı Olise bu mövsüm hamının başını ağratmışdı. Nuno Mendes'in də bir-iki dəfə keçidləri oldu, amma Nuno Mendes bir neçə dəfə ondan elə qəşəng topu aldı. Yəni çox təhlükəli ola bilərdi. Bir momenti də onun birə-bir oyunda, birə-bir şeydə keçdi. Keçdi elə birində momenti o idi, elə vurdu, Safonov qaytardı. Belə bir stereotip var idi ki, Nuno Mendes'i heç kim keçə bilməz. Yəni mümkün deyil onu keçmək. Olise sübut edir ki, yox, keçmək mümkündür. Amma belə bir şey də vardı, fenomen də vardı ki, Olise hamını keçir. Nuno Mendes sübut edir ki, Olise hamını keçə bilmir. Yəni sanki orada qəşəng bir battle olmuşdu. Həm Nuno Mendes lazım olanda yaxşı saxlamışdı Olise'ni. Həm də Olise lazım olan Nuno Mendes'i yaxşı keçmişdi. Çox gözəl oynamışdı. Amma Diaz bu oyunda bəlkə də elə bir ki, Bavariyaya əgər o 5-4'ü istəyirdisə, ona bir X əmsal versək, Luis Diaz həmin oyunu belə 2X istəyirdi, bəlkə 3X istəyirdi. O istək hiss olunurdu. Haralara girirdi, hardan çıxırdı yəni. Ən çox da yəni zərbə vurmaq istəyi olan futbolçudur. Yəni başqa olsa bilirəm, vurmaq lazım. Görürlər ki, yox, bir dənə də pas verim. Yox, bir dənə də pas verim. Luis Diaz çəkdi, vurdu. Yəni Marquinhos kimi müdafiəçisini
Yəni iki həmləyə aldatdı. Marquinhos heç nə eləyənmədi oyunda. Yəni Lucho çox möhtəşəm bir oyunçudur. Yəni mən deyərdim ki, ən belə underrateddir də, yəni ondan yaxşısı mən görmürəm. Hal-hazırda ən yaxşı sol cinahdır. Plus burada belə bir momentlər də var, yadıma düşdü indi. Bayaq mən ona toxunmaq istirdim. Kompaniya müsahibəsində demişdi ki, yəni deyir biz uduzmağına, amma deyir orada bir mübahisəli momentlər var. Birini deyim, ikincisi sən bayaq toxunmaq istədin mövzu. Birincisi deyir ki, məsələn buraxdığımız deyir birinci gol, ikinci gol, küncdən buraxdığımız. Deyir ümumiyyətlə deyir orada künc zərbəsi olmamalı idi. Bir oyunçu deyir gəldi hakimə bir balaca isterik elədi, yəni tələb elədi. Hakim də deyir stadionun o fitinə qulaq asdı, şeyi verdi deyir, künc zərbəsini verdi. İndi o epizodu da siz də öz fikrinizi bildirərsiniz. Küncdən zərbə var idimi yoxsa yox? Olmayan küncdən zərbədən vuruldu gol. İkinci moment də Davisin buraxdığı, yəni yaratdığı penalti epizodu idi. Hansı ki çox mübahisəli epizoddur. Amma mənə elə gəlir ki, bir müdafiəçi kimi Davis səhvə yol verdi. Müdafiəçi kimi çıxmışdın artıq sən. Əllərin də bədənimin arxasındaydı. Hakimə imkan verdi ki, penalti versin. O şəraiti niyə yaradırsan? Sən son zərbə anında niyə əlləri kənar eləyirsən ki? Kompaniya demişdi, mən də razıyam, orada belə bir qayda da var. Top bədənə sonra ələ dəyirsə, bu penalti sayılmır. Amma yox da bu artıq bədəni böyütdü də. Yəni sən kimə gəlirsən? Kimə gəlsən, sən bu əlini niyə görə çıxartdın? Adama sual verir. Sən bu niyə görə belə? Gəlirdin də belə əllərin arxada. Sən niyə əlini niyə görə çıxartdın? Sən belə deyərsəydi sonra belə eləyirsən. Aydın məsələdir, onu niyə görə eləyirsən? Topu saxlamaq üçün. Özün istəməsən refleks də olub, amma ki bu məqsəd topun reflekslə də olsa, məqsəd topun qabağını kəsməkdir. Topu bağladı əli ilə. Düzdür, bir dənə şey qeyd eləyək. Bundan əvvəlki oyunlar olub ki, açıq əllə topu saxlayıblar. O Marcelonun topu saxlaması Real'la 2018-də. Onda var baxılmır da deyəsən. Onda var yox idi, amma o epizod düz hakimin gözü qabağında olmuşdu. Sonra bir-iki dənə oyunlar da olmuş. Top ələ deyir, vermirlər. Oradakı hakim gözü ilə görən hakim olmuşdu. Nəysə. Mən bunu da qeyd edeyim. Çempionlar Liqası yavaş-yavaş embalaşır. NBA-da belə bir qanun var. Yəni regular sezonda, müntəzəm sezonda normal idarə edirlər hakimlər. O ki, play-off başlayır, hakimlər özlərinə hoqqa verirlər. Yəni özlərindən necə istəyirlər qanunları fırladırlar. Yəni burada da biz görürük. Məsələn, Gökereşin epizodunda itələdi, arxadan yıxdı, penalti verdi. Amma Olmo epizodunda isə Barcelona Atletico Olmo'da eyni cür itələyirlər, penalti vermirlər. Yəni necə olur? Burada itələyəndə penaltidir, burada eləyəndə olmur. İtələməkdir də. Yəni mən onsuz da topla gedirəm də, düzdür. Sən mənə belə yüngülvari itələ, sən lap belə itələ. Hə? İtələməkdir. Sən mənə toxundursa kontakt yarat. Mən düşünürəm ki, nə vaxta qədər ki sən oyunçunu çiyninlə sağa, sola itələmirsənsə, bu mübarizə sayılmır. Bu artıq ona yəni kobud pozuntu sayılır. Çünki yan-yana qaçırsansa, sən oyunçunu itələyirsən, sən korpusun daha çoxdur da. Yəni sən çiyninlə itələmişsən. Bir də var ki, oyunçu qarşındadır. Sən onu itələyirsən. Bu artıq haqsızlıqdır mənim gözümdə. Mövzu əgər itələməkdirsə, sən sual vermək lazım. Bu adam niyə görə onu itələyir? Onu saxlamaq üçün itələyirsən də, başqa niyə görə itələyirsən? Topu almaq istəsənsə başqa metodunla al. Yıxıl yerdən ayağına sürüşmə fəndə sən məqsəd onun yəni hücumunu pozmaqdır. Pozmaq da sən bunu əlinə itəlib yıxmısansa fərqi yoxdur. Yəni yavaş itələdin, yoxsa möhkəm itələdin. Belə götürəndə aşağı-yuxarı pis idarəetmə olmadı, amma həmin o epizod, yenə də Davisin epizodu Rooney də dedi ki, burada penalti yoxdur. Yəni top bədənə gedib deyib. Bir dənə də şey deyim, orada bayaqlar göstərdim. Davisin bədəni artıq əyilmişdi. Yəni bir var belə deyansın, deysin sonra belə çıxarsın. Bu belə getdi. Yəni refleksor kimi. Yəni top buna dəyəndə artıq şeylədi. Onu da qeyd edirəm. Bəlkə də vermək olardı, olmazdı, nə bilim. Nəsə orada zəng elədilər də, deyəsən orada qulağına dedilər, ona dedilər ki, get bax sən də biz burada bilmirik nə deyir. Perizəmi zəng eləmişdi deyirsən. Bizdə deyil, get özün bax gör nə deyirsən. Mən həmişə də yəni baxanda oyunlara onu demişəm ki, sənə qarşı bir penalti verilə bilər, yəni hansısa bir doğru olmayan küncdən zərbədə verilə bilər. Sən onun umuduna qalmalı deyilsən. Bavariya həmin oyunu 5-2 və ya da ki 5-3 sadəcə uduzsaydı, mən düşünərdim ki, Bavariya indi cavablarında deyir ki, orada penal yox idi, burada korner yox idi. Qalmısan penaltinin umuduna. Bavariya yaxşı elədi ki, yəni sözünü qolundan dedi.
İmkanın var, sən yenə gəl, keç, ud. Udandan sonra danışarsan. Deyərsən ki, bax orada falan şey yoxdur, yəni biz yenə keçdik. Əslində Bavariyanın oyunu çox riskli oyundur, çox riskli. Və PSG kimi komandaya da belə bir imkan verirsənsə, bu qədər boş zonalar verirsənsə, bu cür sürətli komanda istifadə edəcək. Düzdür, mən bilirlər ki, belə güclü komandadır, möhtəşəm komandadır. Son 10 ilin, 15 ilin ən güclü komandasıdır. Mən bu ilə razı deyiləm, düzdür. Yəni yaxşı komandadır, klass komandadır. Amma Bavariyanı meydandan sildi, yox elədi, futbol dərsi keçdi, elə bir şey olmadı. Mən elə deməzdim. Çünki statistika da onu göstərir. Həmişə düzdür, korana statistikaya baxmırsan, amma statistika onu göstərir ki, topa yiyələnməndə, pas ötürülmə sayında, sonra dəqiq paslar sayında və meydanda qaçmaq distance sayında, yenə də Realdakı kimi Bavariya üstündür. Düzdür, Bavariya Realla çox böyük fərq arada yaratmışdı. PSG ilə minimal da olsa qonaq komandası üstündeydi. Gördünüz mü, pressing var idi, yəni PSG üzərində. Mən deyərdim ki, başa-baş oyun getdi, başa-baş oyun. Və bu PSG-ni ancaq Bavariya oda bilər. Ancaq başqa hal-hazırda elə bir komanda yox. Mən hətta heyfslənirəm ki, Bavariya ilə PSG artıq yarı finalda gəlib qarşılaşıb. Əsl finala çıxası rəqibdilər. Olur belə. Məsələn 2011-ci ildə Barselona Real düşmüşdü yarım finalda. O bir tərəfdə Schalke ilə Manchester United var idi. Yəni olub belə qarşılaşmalar. Bir tərəfdən də fikirləşirəm ki, bu oyunda kim qalib gəlsə, PSG Bavariya duelindən. Çempionluğa da o layiqdir. Yəni inciməsin Atletico və yaxud da ki, Arsenal azarkeşləri. Əlbəttə, yəni deyə bilərik, amma oyunda yəni sübut eləmək lazımdır, qələbə ilə sübut eləmək lazımdır. Çox güman ki, belə olacaq. Çox güman ki, PSG finala çıxsa qalib gələcək. Bavariya da çıxsa qalib gəlmək şansı yüksəkdir. Nə demək istəyirdim? PSG-nin üstünlüyü ondadır ki, rəqibin zəifliklərindən çox yaxşı istifadə edə bilir. Amma bu dəfə Bavariya öz oyunu elə apardı ki, rəqib necə deyirlər, bir balaca şoka düşdü. Və ikinci hissədə o boşluqlar çıxdı ortaya. İkinci hissədə. Mən düşünürəm ki, əgər o boşluqları verməsə Bavariya udacaq. Bavariya udacaq və finala çıxacaq. Bir də ortada şey var, Bavariyanın qarşılaşacağı, məsələn, Bavariya həftə sonu qarşılaşacaq Heidenheimlə. Çətin oyundan gəldi Bavariya bu qarşılaşmaya. Oynamışdı Leverkusenə qarşı. Leverkusen də yəni bu mövsümdə çempionluğa əlini üzmüşdü. Çempionlar Liqasından, Avrokubokdan əlini üzmüşdü. Kubokda fikirləşirdi ki, finala çıxardı. Çətin oyun olmuşdu, amma Bavariya oyununda 2-0 qalib gəlmişdi. Ondan sonra Bavariyanın Mainzdan bir oyun olmuşdu. Həmin oyunda da Bavariya buraxdı əvvəl biraz gəncləri oyuna. Onlar da biraz karşı eləyəndən sonra buraxdı təzədən təcrübəli Kane-i, Oliseni, Musialanı oyuna və həmin oyunu geri dönüş eləmişdi Bavariya. 3-0 məğlubiyyətdən 4-cü gəlmişdi. Yəni, bu özü bir əziyyətlidir. Nəyə gətirirəm sözümü? Bu boyda təzyiqin axırında Bavariya gəldi, PSG-lə belə bir performans göstərdi. İndi PSG-nin qabağında çox böyük bir çətinlik var. PSG bu həftə sonu çempionluq uğrunda oynayır. Qalib gəlsə artıq ölkə çempionluğunu sığortalaya bilər. Təbii ki, çempionluq üçün lazımdır oynamaq. Ya ertələyə bilərsən, deyə bilərsən ki, məsələn, gələn səfər udarıq. Bu da ki, PSG-yə yaraşmır. Enrique-nin də psixologiyasına yaraşmır. Belə çıxır ki, hansısa vacib oyuncuları PSG-nin bu oyunda oynamalı olacaq. Əlbəttə. Ələlxüsus Hakimi də yoxdur. Onun əvəzləyicisi də oynayacaq. Amma Bavariya oynayacaq Heidenheimə qarşı. İkinci heyətlə oynaya bilər. Oynaya bilər. Yenə yəni asanlıqla demirəm udacaq, amma əziyyət çəkməyə bilər. Və növbəti oyuna mənə elə gəlir ki, Bavariya bir balaca yox, bir 2 baş, 3 baş üstün gəlir. Bir dənə hesabda geri gəlir. Allianz Arena amili var. İstirahət edib gəlir. Plus öz evində oynayır. PSG səfərdə oynayacaq həftə sonu. Desən səfərdə oynamalıdır, Çünki axırıncı oyun öz evində olmuşdu. Öz evində olmuşdu. Yenə də PSG-nin belə deyək də Hakimi düzdür. Belə deyək də ən vacib oyunçusu deyil, amma oyunda böyük bir töhfəsi olur. Yəni hücumu dəstəkləyir, hücuma temp verir, Dembele'nin arxasında oynayır. Yəni Dembele çox rahatdır Hakimi olanda meydanda. Bu onun üstünlüyüdür Dembele'nin.
Yəni hakimin olmaması əlbəttə ki, təsir göstərəcək. Mənfi təsir göstərəcək. Yəni evdə oynayır düzdür PSG, amma orada səfər amili var, istənilən halda səfər amili var. Yəni onlar artıq çərşənbə axşamı olmalıdırlar Münxendəki. Çərşənbə günü oyuna çıxsınlar. Bu da deməkdir ki, yəni sən 3 gün. Şənbə günü oynayandan sonra bazar günü istirahət edirsən, bir bazar ertəsi istirahət edirsən. 2 gün vaxtın var. 2 gün istirahətə vaxtın var və hazırlaşmağa vaxtın var. Bu barədə bir balaca Bavariyanın bir şansı var, üstünlükdür. Yenə də hər şey nəyə gəlir deyirlər, səhv etməməlisən. Yəni, səhv edirsənsə qol buraxacaqsan. Sən qarşısında elə bir komanda ki, o killer instinkti olan komandadır. Yəni o sənə şans verməyəcək. Bir dəfə sən çünki Dembele'nin də bir moment oldu deyə təkbətə çıxdı. Orada yəni şeydə intellekdə də belə bir memge deyib ki, qapı ölçüsü nə boyda olmalı idi ki, Dembele'nin vurduğu zərbə qapıya gedəydi də. Yəni Dembele'nin moment oldu, vura bilmədi. Bir dənə Kvaratskhelia real şansı oldu, vura bilmədi. Biz də oyunun sonunda biz indi PSG-nin haqqında moment oldu. O da yəni real gol. Girəndən sonra bir pas verdi, bir oyunçunun adı yadından çıxdı. O da bir qapı çərçivəsinə vurduğu zərbə vardı. Neuer toxunmadı bilməm topa. Yəni hesab 5-4 olduğu anda 6-4 də ola bilərdi. Yəni əslində Bavariyanın bəxti gətirdi. Yəni hesab çox böyük ola bilərdi. 5 dənə rahat momenti var idi. Yəni gol şansı ya. Yəni rahat 5 dənə var idi. Hesab olmalı harısı bir 7-5 də olmalı idi. Hesab belə 7-4 də hesab idi. Bu barədə Bavariyanın bəxti gətirdi. Yəni ikinci oyunda sən belə şans da verməməlisən. Çünki Bavariya hücuma gedəndə 2-6-2 sxemini oynayır. Arxada qalır Jonathan Tah, Upamecano. Upamecano da biraz qabaqda olur. Mərkəz dairəsinə yaxın məsafədə oynayır. Və hücum xətti çox geniş olur. Hamısı hücumda top itiriləndə aydın məsələdir. Geriyə qayıtanda yəni PSG tuta bilər. Tuta bilər və mən düşünürəm ki, bu qollu olacaq. Hər iki komanda qol vuracaq. Yenidən təzədən belə bol qollu oyun olacaq. Nəsə demirəm də 5-4 olacaq, amma yenə də nəsə belə 3-2, nəsə 4-2, belə bir şey gözləyirəm. Elə keçmişkən başlayaq məsələn proqnozlarımızı verək. Keçək proqnozlara yavaş-yavaş. Proqnozlar PSG Bavariya. Bavariya PSG. Bavariya PSG. Mən düşünürəm ki, burada hər şey çətin ola bilər. Extra time-da ola bilər. Nəsə mən Bavariyanın üstünlüyünü gözləyirəm. Çox yaxşı oyun gözləyirəm. 3-1 gözləyirəm mən. 3-1 Bavariyanın qələbəsini gözləyirəm. Bəli. Mənə nədənsə elə gəlir ki, Bavariya bir dənə erkən top vuracaq oyun başlayanda. Ondan sonra nəsə vəhk gəlmir də, bilmirəm. İkinci erkən top olacaq yoxsa yox. Amma Bavariya qalib gəlməsə, hətta qalib gəlsə belə minimal topla qalib gəlsə belə ümumi hesabda bərabərlik də. 4-2 də ola bilər. Yenə 4-2 bu müdafiəni o necə düzəliş eləmək olar da yəqin ki. Bu müdafiə xəttini görmüşük də artıq. Yəni əgər yenə belə çox güman ki, bu səhvlər olacaq. Mən düşünürəm ki, nəsə 4-2 hesab olmalı. Nəsə 4-2. Mən elə gəlir ki, bir bazı Neuer gəldi özünü yığışdıracaq, 0 olmayacaq. Amma 3-1 ola bilər. Bax 3-1 hesabı 3-1 4-2 belə bir şey fikirləşirəm. Atletico Arsenal Atletico Madrid. Arsenal Atletico Atletico çox aşağı şans verirəm. Yəni düzdür, Atletico keçə bilər, mənim üçün sürpriz olmayacaq, amma yenə də Arsenalı şanslı görürəm. Düşünürəm ki, 2-1 olacaq yəqin ki. 2-1 qələbə. Bəlkə də penaltilər seriyası da oldu. 1-1 oldu ya 0-0 oldu. Penaltilərə də gedə bilər. Arsenal belə bir şans əldən verməməlidir. Yəni ölməlidirlər meydanda ki, yəni necə deyirlər, biz verməməliyik. 2-1 hesaba belə. Mən isə bu oyunda gözləyirəm ki, hesab 2-2 olsun. Özü necə gözləyirəm hesab 2-2 olsun. Yəni belə çox birinci oyun sönük olsa, ikinci oyun sönük olub, amma qolları ilə sevindirəcək. Birinci məsəl hesabı Atletico açacaq. Sonra Arsenal bərabərləşdirəcək. Sonra Arsenal irəli çıxacaq. Və oyunun sonlarına yaxın təzədən bu dirijorluq eləyəcək biraz. Yəni Atletico vuracaq, bir səs-küy falan ekstralara gedəcək, hətta penaltilərə. Mən o penaltilərdə artıq bilmirəm indi hər iki komanda da standartları yaxşı oynayır. Penaltilərlə mənə elə gəlir ki, Atletico keçəcək. Arsenal. Baxaq. Görək, maraqlı olacaq. Maraqlı olacaq. Bugün danışmaq istədiyimiz mövzuları toxunduq, danışdıq. Bəli. Siz də öz fikirlərinizi yazın. Bəli, biz oxuyuruq. Şərh bölümündən yazın. Aktiv olaraq iştirak eləyin. Pozitiv şərhlər də görürük. Hesabdırsa, görürük, sevinirik. Hesab təxmininizi yazın.
Yəni analitikada hansı oyunu bəyənmədiniz? Atletico'nun ya da ki Arsenal'ın oyununda hansı epizodları bəyənmədiniz? Yazın. Gözləntiləriniz PSG Bavariya oyununda haqsızlıqlar harda gördünüz? Yazın. Biz necə keçən oyunlara toxunuruq? Barcelona falan epizodda. Siz də toxunun, yazın. Belə oldu. Gələn görüşlərə də hələlik. Hələlik. Sağ ol. Sağ ol.